Salam, hər vaxtınız xeyir olsun. Mən indi sizə burada Telegram botunda bir sistem var, onu göstərəcəyəm modelini. Onun üçün klik edirik, daxil oluruq. Baxın, burada biz istəsək ayda bir dəfə NFT alırıq. NFT-lər gələcəkdə bahalaşacaq da. Bu gün biz 11 dollara aldığımız NFT-ni gələcəkdə, bu gələcəyin yəni yatırımıdır. Gələcəkdə baha qiymətə sata biləcək. NFT-lər hər birimiz bilirik ki, çox bahalıdır və mən 3-4 il bundan qabaqdır, telefonum xarab oldu, onu itirdim, tapa bilmirəm. Bir multik çəkib bir insan yerləşdirmişdi onu NFT kimi və onu 2 milyon dollara satdı. Düşünə bilirsiniz, bunun da azarkeşləri var, alqı-satqısını edənlər var. Eynilə kripto kimi. Və biz bunu almaq üçün kabinetimizdə, şəxsi hesabımızda 11 dollarımız olmalıdır. Və biz baxın, buradan adımızın üstünə tıklayan kimin adımızın üstünə tıklayırıq. Baxın, NFT yazılıb burada. Biz bu NFT-ni hər ay bir NFT almaqla bunu edə bilərik. Baxın, burada yazılıb bu premium for. Buradan bunu alırıq. Bunu pulumuz olsa oradan aktivləşir o. Və biz oradan almış oluruq ki, bizim ardımızda olan hər nəfərimiz komanda bütövlüklə bunu alarsa əgər, məsəl üçün, hər kəs sizin ardınızda olan aldı. Sizin komandanızda, strukturunuzda nə qədər nəfər görsənirsə ki, onların hamısı onu alarsa əgər, hər nəfərdən o 11 dolların 1 dolları sizə qazanc gəlmiş olur. Deməli, ardınızda 300 nəfər varsa, 200 nəfər, 100 nəfər varsa, sizə o qədər məbləğdə qazanc gəlir. Və hər ay bu qazancı, hər ay aylıq ödəmə ilə edirsiniz. Həm NFT-nizi alırsınız, həm də əlavə qazanca sahib olursunuz ki, hər ay bunu ayda bir dəfə maaş kimi çıxarda bilirsiniz. Daima artan qazancdır bu.